tarix yazıb özü tarixə düşməyən şəhidlərimiz. Ruhunuz şad olsun. Üstünci bayrağımız zirvələrdə dalğalansın deyənə özü üç bayrağa bükülüb evinə dönən şəhidlərimiz. Ruhunuz şad olsun. Gel şeref, tanı şeref. Gel, sahibəni də çağır. Ay sahibə, gəl cəmaat. Esselamu aleyküm ehl-i kubur. Rabbena atina fid dünya seneten ve fil ahirete seneten ve qina azaben nar. Bi rahmetke rahman rahimim. Bi hürmetil nebiyen ve bi hürmetil suretil Fatiha. Bismillahirrahmanirrahim. Elhamdü Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal mustakim. Sıratellezîne en'amte aleyhim. Gayrul mağdubi aleyhim velezzâlîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahu samed. Lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ahad. Allah rahmet eylesin. Allah rahmet eylesin. Çekenler gelsin şerif. Şehitlerimize. Tehu haşiyem muteseddiyen min haşiyetillah ve tilkel emsal nedribuha linnâsi leallehum yetefekkerûn ve Allahüllezî la ilahe illahu alimul gaybi ve şehâde ve'r-Rahmanur-Rahim. Lahun el-Melikul Kuddüsü Selamul Mu'minul Muhayminul Azizül Cebbaril Mütekebbir. Sübhanallahümme yüşrikûn. Vallahul vel azizul hakim. Sadakallahul azim. Sübhane rabbike rabbil izzeti amma yasifun. Ve selamun alel mursalin. Velhamdülillahi rabbil alemin. Amin. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü rabbil alemin. Esselatu vesselamu ala Resuluna Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Allahümme cel fid dünya karine ve fil kabri munisen ve fil kıyamet şafiyen ve sıratu nuren ve minel nâri sitren ve hicaben ve ilel cennet rafigan ve ilel hayrâti kulluha delilen ve imamen bi fedhi vücudike ve kerem ihsanike ve rahmetke rahman rahimim. Allahümme be sevabı ma gerenahu hazel mergedi mağfur merhumun haddi ve sellem. Allahümme vel mümine vel müminat vel müslümat el ahyaminu vel anvar bi rahmetke rahman rahimin. Ya Rabbim okumuş haşr-ı şerifin sahabını bağışlayıram. Ülkemizin müstakilliği uğrunda canıyla, kanıyla şehit olmuş şehit bağlarımızın ruhu şerifleri için ve hususen sahibe bacının oğlu Şirkan'ın ruhu için bi hürmetil nebiyen ve bi hürmetil suretil Fatiha. Bismillahirrahmanirrahim. Elhamdü Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal mustakim. Sıratellezîne en'amte aleyhim. Gayrul mağdubi aleyhim velezzâlîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahu samed. Lem yelid ve lem yulad ve lem yekul lehu kufuven. Allah cem şehirlerinde rahmet eylesin. Hürmetli cemaat. Onlar cennet olsun. Aziz anaları, hürmetli şehit anaları. Bu günler Şirkan balamızın anım gününe yığışmışıq. Tədbirimiz çöldədir, xalqimiz çöldədir, insanlar çöldədir, millət çöldədir, ziyarətçilər çöldədir. Hürmetli Şirkan bala, bu günləri sənin izdihamındır, xalq buradadır, cemaat buradadır, səni istəyənlər, hamısı buradadır, dünya səni istəyir. Atom da buradadır, anon da buradadır, xalq da buradadır, Məlik Çobanı kənd. Axundu buradadır, sənin qarşındadır, Şamaxının bu işə baxan üzrə. Şöbə müdürünün mavini, hörmətli Aqil müəllim buradadır, Şamaxın hərbi komisarının mavini. Qardaşımız buradadır və eyni zamanda şəhid adaları, şəhid anaları hamısı sənin döşündədir və Şamaxı rayon ağsaqqalı Ağarza babasan qarşındadır. Allah Teala səni yeri cənnətdə eləsin. Allah Teala bu ikisinin də bir də bundan sonra qalsınlar. Her bir şehit atalarının, şehit analarının aynı zamanda bunların şahitlik olsun. Ya Rabbim ve Resulallah. Bir de gelip işte burada da diyeceğim, şöyle de diyeceğim. Bir de gelip birimiz şöyle devam ettirelim.
Allah rəhmət eləsin. Gelin. Əziz şəhid ataları, hörmətli şəhid anaları, hörmətli qonaqlar, əziz kənd Məlikçoban cəmaatı. Biz bugün Şirxan balamızın anım günündəyik. Biz bugün ziyarətdəyik. Məlikçobanı kənd ham yığışıb. Bugün elə hər gün olduğu kimi, bugün izdihamdır. Şirxan balamızın izdihamıdır. Şirxan balamızın timsalında bütün şəhidlərimizin xatirəsini yad edək, sonra tədbirimizi davam etdirək. Çok sağ olun, teşekkür ederim her birinizə. Bugün burada Türk şəhid ataları, şəhid analarda qeyd eləmişəm, burada deyilirəm. Bugün Şamaxı şəhər 6 salı tam orta məktəbinin bütün kollektivi buradadır. Rəhbərlik buradadır. Çox sağ olsun sizinlə bir yerdə. Bu Babək müəllim bunların hamısını öz qaydasıyla təşkil edib, rəhbərliklə bir yerdə hamısı burada iştirak edirlər. Hamısı bir yerdə sağ ol deyirəm hamısına. Saqqalınız olaraq. Hörmətli cəmaat, hər bir tədbirimiz bir-birindən gözəl keçir. Ona görə ki, hər bir tədbirin başında şəhid bağlarımız durur. Bütün biz nə iş görürüksə, nə eniriksə, hara gediriksə, hamısı onların sayəsindədir. Hamısı ağlı baş komandan İlham Əliyev cənablarının sayəsindədir. Bu günləri Şirxan balamızın atası Xan Məmməd ki burada mənim yanımdadır. Anası, bacımız buradadır. Bütün xalq buradadır. Hamımızdan Allah razı olsun. Hər birinizə təşəkkür edirəm, hörmətli cəmaat. Bax, bu formada. Bu da bir təsəllidir, bu da bir hörmətdir. Sağ olun. Hər birinizə Allah taladan bütün şəhid atalarının, şəhid analarının, qalan bağlarının xoşbəxt olmasına Allahdan arzu edirəm. Hörmətli Xan Məmməd qardaş, bu günləri Şirxan balamızın qeyd elədim. Anım günündəyik. Şirxan balamızın atasısan. Buyur. Hə, dur burada. Ağarza müəllim. Burada kənd əhalisi, Allah hamısından var olsun, Allah canı salamat eləsin. Şəhid ataları, şəhid analarına öz minnətlərimi bildirirəm. Başa girəm. Şəhidlərimizin də yanında başa girəm ki, gözəl belə evlad böyüdük. Hörmətli şəhid ataları, şəhid anaları və qonaqlar, tələbələr də göndəriblər bu Şirxan haqqında, yəni şeir qoşmağı, Şirxan üçün yox. Mən burada bir kəlmə söz deyəcəm. İçinliyik, şəhid elə belə şeydir. Yəni, onların başına dönüm hər bir şəhədə. Şirxan balamın tilsalında Allah cəm şəhidlərin ruhunu şad eləsin. Hər bir atanın, ananın qarşısında baş əyirəm ki, 5 il ərzində bir-birimizə dayaq. Allah sənə də var eləsin, bu 5 il ərzində icra nümayəndələridir. Bəli, komissarlıqdan da gəlib. Öz təşəkkürümü bildirirəm ki, arada qoymurlar. Hər bir tədbirdə gedirlər. Allah kömək olsun. Hörmətli Şamaxı rayonunun Məlikçoban kəndi. Hər birinizə, ailə üzvünə mən öz minnətlərimi bildirirəm bu yol çəkilməkdədir. Təşkilatçımız. Allah kömək olsun. Kənd əhalisi. Yəni bu təşkilatçı da çox göndərməlidir. Allah hər birindən razı olsun. Bütün əmək olanlar sağ olsun. Allah kömək olsun. Allah ölənlərə rəhmət eləsin. Allah qəbul etsin. Allah rəhmət. Bu kişi həmişə balanın işində də olur. Bütün şəhidlərdə də olur. Yəni ailə seçkilik eləmə, ürəyimdə də hamısı. Yəni biri oğul itirsə, bu atalar, anaların yanında başa girin. Başınıza dönərəm sizi. Yəni dərdimiz birdir. Allah sənə də var eləsin. Allah səbir versin. O plaşatqanı düzəlməkdir. Allah səbir versin. Allah kömək olsun. Cəmaatımıza, yerimizə, ovamıza, ölkəmizə püskün göstərməsin. Sağ ol. Allah prezidentimizi qorusun. Təşəkkür edirəm. Çox sağ ol. Hörmətli, elə qoy danışdırım da, bu kətdədir, bu kətdəndir, özü də bu kətdəndə, bu yine bu kətdədir. Paşda xanım buyur. Anası danışa bilmədi. Hörmətli tədbir iştirakçıları, hörmətli mənim əziz igid oğlanlarımın ataları, anaları, uzaqdan, yaxından gələn cəmaatımız, hər birinizi salamlayıram. Əziz elim obam, Allah heç birinizə püskün göstərməsin. Hörmətli icra başçımızın nümayəndəsi, ağsaqqalımız, axundumuz,
Bariz müəllim, Səfdər müəllim, Kənd Sovetinin işçiləri, hər birinizi salamlayıram. Çox sağ olun bu yolda. Əziyyət çəkmişsiniz. Sağ olun. Allah elimizdən, obamızdan da razı olsun. Hamı yönə gəldi. Bu əsas bu yoldur. Elədir. Allah prezidentimizi qorusun. Onun xanımını qorusun. Allah şəhidlərimizin yerini cənnət eləsin. Məqamın ucu eləsin. Mən bütün şəhidlərin qarşısında öz balam olmaqla hər birinin qarşısında baş əyirəm. Çox sağ ol. Amma fərq qoydun ha, Məlçobanda yaxşı danışdın. Ona qeyd elədim qonaqları. Bu günləri biz buradayıq. Kətdik, Şirxanın yanındayıq. Məlçobanı kənd axını burada mənim yanımdadır. Hörmətli Hacı. Məlçobanı kənd icra nümayəndəsinin sədri Gülsün müəllim buradadır. Məlçobanı kənd bələdiyyəsinin sədri hörmətli Zamanət müəllim buradadır. Hər birinizə təşəkkür edirəm. Hər birinizə sağ ol deyirəm. Hər biriniz sağ ol deyəndə mən sağ ol deyirəm. Amma hamımız burada can qoymalıyıq. Hamımız burada yürüməliyik. Hamımız burada yıxıldı yenə durmalıyıq. Ona görə ki biz hamımız bu bağlarının sayəsində nə eliriksə onların sayəsində edirik. Allah bunların yerini cənnət eləsin. Hörmətli 6 Salih tam orta məktəbinin kollektivi. Mən birinci növbədə sizi salacağım yola. Hörmətli balam. Buyur. Şirxan xan Məmmədov 1998-ci ilin fevral ayında anadan olub. Şirxan xan Məmmədov 2016-cı ildə müddətli həqiqi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələri əskəri olan Şirxan xan Məmmədov 2020-ci ildə ilin sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı, Zəngilan, Xırdəvənd və Şuşa azadlığı uğrunda gedən döyüşlərdə snayper kimi iştirak edib. Noyabrın 3-də Şuşa döyüşləri zamanı şəhid olub. Şamaxı rayona Mərsobanı kəndində torpağa tapşırılıb. Çox sağ olun, təşəkkür edirəm. Sonra var yenə. Tarix yazıb, özü tarixə sığmayan şəhidlərimiz dünyaya göz açıb. Min anaya oğul olan, havamda, suyumda, şəhadətimdə vətəndir deyən qanlı döyüşlərdə qürurun yaşadan 3-cü bayrağımız zirvəsində olmasına görə şəhid olan, bayrağa bükülüb, evinə bayrağa bükülüb dönən şəhidlərimiz, ruhunuz şad olsun. Vətən arxasında biz həmişə dağ olduq. Vətən bizim üçün deyil, biz vətən üçün doğulduq. Çox sağ ol, təşəkkür edirəm hər birinizə. Bizi hazırlayan hörmətli Yaqut xanım. Mən sizə də söz verəcəyəm, hazırlaşın. Hörmətli Mələk xanım. Buyur, mən tədbirlərim hamısına siz çıxış edirsiniz, buyurun. Mən də ilk növbədə hər kəsi salamlayıram. Başda şəhid anaları, şəhid ataları olmaqla. Allah sizlərə səbir versin. Sizin doğrudan da fəxr ediləsi oğullarınız var ki, onlar bu torpaq uğrunda canından keçsilər, qanundan keçsilər. Şamaxıda demək olar ki, ilk dəfə şəhidlərin adına sinif otaqlarının təşkil olunmasını bizim məktəb eləyib. Bunu Yaqut müəllimin rəhbərliyi dövründə, eyni zamanda mən onda direktor müavini idim. Və bu ənənəvi silsilə tədbirləri 5 ildir bizdə davam eləyir. Yəni, hər tədbirdə biz burada iştirak etməsəkdə mütləq şəkildə həmin şəhidlərin anım gününü sinif otaqlarında şagirdlərimizlə bircə qeyd edirik. Eyni zamanda sosial şəbəkədə paylaşırıq. Bunu Nazirliyi də görür, region nümayəndələri də görür. Bəlkə də bizim də təsəllimiz bir odur. Hərə bir missiya ilə vətənə xidmət edir. Bizim də əlimizdən gələn şagirdlərimizə həmin bu vətənpərvərliyi silsiləli şəkildə ötürməkdir. Bacardığımız qədər bunu davam etdirəcəyik ki, şagirdlərimiz də vətənpərvər ruhda böyüsünlər. Mən hər birinizə dərin təşəkkürümü bildirəm ki, bizə vaxt ayırmışsınız, diqqət yetirmişsiniz. Sizlərin qarşısına baş əyirəm. Allah sizlərə səbir versin. Çox sağ olun ki, o cür oğullar böyütmüşsünüz ki, məhz biz o oğulların sayəsində, Cənab Ali Baş Komandanın güclü siyasəti sayəsində rahat, firavan, suveren Azərbaycan xalqında yaşayırıq. Təşəkkür edirəm. Yaqut xanım, bir neçə kəlmə. Mən də bütün burada olan tədbir iştirakçılarının hamısını salamlayıram. Biz bütün şəhid ailələrinin qarşısında borcluyuq və ömrü boyda nə qədər yaşayacaqsa o qədər Azərbaycan xalqı minnətdar olacaq o valideynlərə ki, elə bir oğullar böyüdüblər. Vətən yolunda şəhid olan bütün oğlanlarımızın belə deyək ki, valideynlərinin qarşısında baş əyirik hər birimiz, minnətdarlığımızı bildiririk, qazilərimizə can sağlığı arzulayırıq, Ali Baş Komandanı, o mərd oğlanlarımızı bir yerə yığaraq, dəmir yumruq ətrafında
30 ildən yuxarı baş verən bu işğala son qoydu. Hal-hazırda gözəl quruculuq işləri gedir. Bütün belə deyək ki, öz vətəninə, öz torpağına qayıdan insanlarımız o şəhidlərimizə minnətdarlığını bildirir. O şəhidlərin qanı tökülmüş torpaqlarda çiçəklər bitib. Bu yaxınlarda mən bir Facebook şəbəkəsində bir şeyə rast gəldim. Deməli, şəhidin anası gedib onun orada şəhid olduğu torpağa belə vaxtdadır, heç bir gül bitməyən yerdə, şəhidin qanı tökülən yerdə elə bir gül bitib ki, deyir, ətrafa baxın, bir dənə çiçək yoxdur. Amma onun qanı tökülən yerdə çiçək bitib. Yəni, bizim hər birimiz borcluyuq. Bizim məktəbimiz bu tədbiri mütəmadi həyata keçirdir. Bir yaxları bir şəhid analarından inciməyin, çox ağır dərəcədə şəhid atalarından xahiş edirəm. Bizim məktəbdə hər biri Mələk müəllimə deyən kimi anılır. Və bunun rəhbərlik səviyyəsində sinif rəhbərləri, bütün şagirdlər qeyd edir. Ola bilir ki, elə bir vaxt olur ki, hansı məqama düşürsə, məsəl üçün biz orada iştirak edə bilmirik. Bir valideyndir, hər bir Şamaxı şəhidinin bizim məktəbdə deməli otağı var. Özə ola bilsin ki, məsəl üçün sayt çoxluğu olduğu üçün bir otaqda hətta 2 şəhidimizin deməli borcu qoymuruq. Yəni bu bizim borcumuzdur, hər birimizin borcudur. Və hər birinizə də, yenə deyirəm ki, bütün məktəb rəhbərliyi adından, bütün məktəbin kollektivinin adından burada iştirak edirik ki, bu hər birinin, bu zəfərin qazanılmasında 5 illik zəfərimizi qeyd edirik ya. Hər birinin, belə deyək ki, nətər deyim, dərya qədər, dəryadan böyük göylər qədər əməyi var, rolu var. Qonaqları, eyni zamanda nümayəndələri, əlbəttə bizim, bu Qobustan bizim üçün yaxın bir rayondur, həmişə də bizimlə bir yerdə olub. Bugün də onun nümayəndələr buradadır. Qobustan rayonunda nümayəndələr burada iştirak edirlər. Burada olan sakit üçün xahiş edirəm, tədbir gedir. Allah Teala'dan xoşbaxtlıq arzu edirəm və eyni zamanda qarşınızda Şamaxı rayon Naqsaqqalı Ağarca müəllimdir. Təşəkkür edirəm hər birinizə. Hörmətli Rıza müəllim, buyur. Şirxanın alım günüdür. Şirxan haqqında danışmağa çox vaxt lazım olar. Onun YouTube'da döyüşləri haqqında yağın çamının məlumatı var. Mən onu bilirəm ki, 2020-ci ildə müharibə başlayanda sentyabrın 27-sində qanuni müdafiə xəttləri var dünya tarixində. Majina xətti, Mannerheim xətti, burada da bir Hanyan xətti yaratmışlar. Demək orada 3 qat müdafiə xətti olmalıydı. Ermənilər 2016-cı ildə bizim ordumuz həmin xətti yardığına görə 7 qat müdafiə xətti yaratmışlar. Orada istehkamlar, orada uzun müddətli atəş nöqtələri, bunkerlər, müxtəlif qurğular yaratmışlar. Lakin Azərbaycan ordusu şəhidlər verərək həmin yerləri azad elədi. Bilirdilər, o uşaqlar hamısı bilirdilər ki, buradan keçənlərdən şəhid olacaqlar. Əvvəl artilleriya qurğuların vasitələri ilə həmin yerə atış atıldı. Minalar zərərsizləşdirildi, 50-60%, qalanlar qalırdı. Qanunla 8 qat o stolbalardan belə deyək ki, nişanlı məftillər olmalıdır. Ermənilər o 12 qat eləmişdilər. Və onun arasına piyada əleyhinə minalar, tank əleyhinə minalar qoymuşdular. Bizim uşaqlar bilə-bilə, komandirlər əvvəl belə deyək ki, qabaqda, əsgərlər arxada hücuma keçirdilər. Yaralanan, şəhid olan yoldaşların bilə-bilə belə deyək ki, baxmadan hamısı irəli gedirdilər və nəhayət xətti yardılar. Və bu xəttin yarılmasında Naxçıvan xüsusi təyinatlarının da rol oldu. Bizim şəhidimiz Naxçıvan xüsusi təyinatlarının nümayəndələri idi. Bu yaxınlarda 5-ci sinifin kitabında mən bir gözəl şey oxudum. Bir oğlan, leytinat deyir ki, məni göndərdilər, deyir, gəldim, deyir, tabur komandiri vardı, müraciət elədim, Əsadov familiyəli, sözsüz ki, bu yazısının yazdığıdır. Deyir, dedim ki, leytinat filan kəsin sərəncamıza gəlib, o deyir, mən çox pis qarşılar, deyir, ged əsgərlərimizin yanına. Mən deyir, pis oldum, orada olan əsgər və zabitlər dedi ki, bu bizim qəhrəman komandirimizdir. 2016-cı ildə, belə deyək ki, qəhrəmanlıqla iştirak edib, sən ondan incimə. Nəhayəti deyir, Hadrutda aldıq biz Şuşaya, ayın 4-də hücuma keçdik, deyir. Orada komandir mənə icazə verməz, deyir, bayrağı özü götürdü, qabaqda getdi. Mən elə bildim, deyir ki, bayrağı boyaz asmaqda ört edir. Ancaq deyir, mən o qədər səhv eləmişdim, deyir.
Uçağın divarları ətrafında artilleriya ilə vurdular, komandir deyir, yaralandı. Yaralananda deyir, məni çağırdı, deyir ki, oğul bayraq as. Mən onda bildim deyir ki, komandir bayraq asmaqdan örtü yox, məni qorumaqdan örtü məni irəli buraxmayıb. Doğrudan da mən özüm də həzarlandım, o uşaqlara 5-ci sədədlər keçəndə Azərbaycanın qələbəsinin birinci səbəbi bu idi ki, böyük komandirlər, zabitlər, kiçik komandirlərə qardaşları kimi, kiçik komandirlər isə əsgərlərə doğmalar kimi baxırdı. Bax, buna görə də bizim qələbəmizin səbəbi bu idi. Və nəhayət, hamımızın gördüyü kimi biz qələbə saldıq. Noyabrın 8-də Allah qoysa, bir neçə gündən sonra biz o bayramı qeyd edəcəyik. Bu bayram Azərbaycanın tarixində ən böyük bayramlardan biridir. Ancaq bu bayramın səbəbkarları bizim Şirxan kimi şəhidlərimizdir. Bəli, balalarımızdır. Ona görə mən şəhid ailələrin Zəfər bayramı münasibətilə təbrik edirəm. Və bilirəm ki, sizin hər birinizin orada pay var. Allah şəhidlərimizə rəhmət etsin. Uzaqdan, yaxından gələn qonaqlarımızı salamlayıram. Bunları bilirsiniz ki, Şirxan balamızın anım günüdür, şəhadətə ucaldığı gündür. Allah ruhun məqamın uca eləsin. Şirxan balamız Sabirlə elə eyni ildə doğulublar, eyni ildə də şəhid olublar. Qəhrəmancasına bilirsiniz ki, Şirxan balamız Naxçıvanda xüsus təyinatlı qüvvələrin giziri olubdur. Çobanlı cəmaatın başını uca eləyənlər oğullardan olub. Ümumiyyətlə, xüsus təyinatlı demək hər şey deməkdir. Həm əxlaq, tərbiyə, kişi kimi bir qəhrəman yetişdirmək deməkdir. Hər oğul orada xidmət edə bilmir. Hər kəs biz onlara borcluyuq. Bu şəhidlərimizə borcluyuq. Çünki onlar bu azadlığı, bu rahatçılığı onlar bizə veriblər. Bu döşəməni, ürünləri çəkiblər. Allah kömək olsun kənd cəmaatından. Allah ağsaqqalların canını sağ eləsin. Bir atalar misal var, deyir, Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma. O ağsaqqalların sayəsində, o qabaqda gedən o müdrik insanların sayəsində bu işlər görünüb, Göylər kəndində həmçini. Allah elimizə, obamıza xeyir, bərəkət versin. Bura gələn hər kəs başımıza gəlib topalaşırlar, yığılışırlar. Anım günlərində bu 3 aylar bizi üçün həm kədərli aylardır, həm qəmli, kədərli aylardır, həm də qürurlu bir aylardır ki, bizim balalarımız gedib düşünmədən bizdən ötürü canından keçdilər. Hər bu devlətin içində kim varsa ondan ötürü, balacadan tutmuş böyüyə kimi, biz onlara ölənə kimi borcluyuq. Mən o şəhid balalarımızın, qəhrəman balalarımızın qarşısında baş əyirəm. Bura gələn insanlarda düzdür, evlad acısı çox çətindir, ağrılı, acılı, gecən gündüzün olmur. Mən heç bir valideynə evladla sınağa çəkilməsin, heç bir valideynə. Hər bir öz balalarımızın xeyrin görəsiniz inşallah. Allah qazilərimizin canını sağ eləsin, şəfa versin, əskərlərimizi, veteranlarımızı qorusun. Hal-hazırda bizim balalarımız düşmənlərin üzbəüz orada səngərdədirlər. Hava şəraitindən asılı olmayaraq, yağışda, boranda, qarda sağ-salamat inşallah xidməti başa vurub evlərinə dönsünlər, ailələrini sevindirsinlər inşallah. Allah bayrağımızı, üçrəngli bayrağımızı ölkəmizdə bütün şəhid ailələrinə Allah səbr versin. Şəhidlərimizin məqamını izah eləsin. Çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun, dolğun, düzgün, halal çıxışınız üçün. İmran müəllim, buyur şəhid atası. Hörmətli yoldaşlarımın, bacılarımın fikrinə böyük ehtiramla, hörmətlə münasibət bildirirəm. Bugün hər birimizə bəllidir ki, bizim Xaməmməd qardaşımızın, sahibə bacımızın gözəl balasının şəhadət günüdür. Allah Şirxan balamızın timsalında bütün şəhidlərimizin məkanını cənnət eləsin, ruhunu şad eləsin. Bu tədbirdə iştirak edən hər bir kəsin Allah öləndən mərhəmət eləyər. Allah heç bir ata-ananı evladla sınağa çəkməsin. Bəli. Zaman balalarımızdan biridir Şirxan. Onun timsalında bütün şəhidlərimizin ruhları şad olsun. Onlar dövlətimizə, millətimizə, torpağımıza
zəfər gətirdilər. Zəfər 44 gün ərzində bu torpaqları işğaldan azad elədi və Azərbaycanın suverenliyini bərpa elədi. Ona bir daha biz indi hal-hazırda Zəfər günü ərəfəsindəyik. Bir daha mən Zəfər bayramı münasibəti ilə bütün Azərbaycan dövlətin, Azərbaycan vətəndaşların hamımıza qələbə sevinci ilə bir daha təbrik eləyirəm. Allah dövlətimizi, dövlətçiliyimizi var eləsin. Bir daha mən də Rauf qardaş başda olmaq şərti ilə burada əməyi olan bütün insanlara təşəkkür eləyirəm. Çünki biz həmin ərəfədə, biz də göylərdə yol çəkmək işi ilə məşğul edirdik. Raufgil gəldilər, bizi ilə söhbət elədilər. Əvvəl biraz az idi, sonra yavaş-yavaş artdı. Allah Məlik Çobanı cəmaatından razı olsun ki, bu işi yetirdilər. Əsasla Şirxan balamızın ətrafında bu belədir ki, çox köçəkliklədir, gəlib getmək elə çətin olurdu. Ona görə də Allah bir daha cəmaatımızı var eləsin. Elə də olmalıdır. Bizim ikinci tədbirimiz yoxdur. Bugün birinci tədbirimizdir, bir tədbirimizdir. Ona görə də darıxmayaq, tələsməyək. Bu günləri Şirxan balamızın yanındayıq, onun ziyarətindəyik, ona hörmət edirik. Nəzimə şəhid analarına səbir versin. Allah şəhidlərimizin məqamımıza yerin cənnət eləsin. Allah ordumuzu qorusun. Qazilərimizə can sağlığı versin. Allah Azərbaycan xalqına. Çox sağ olun, təşəkkür edirəm. Atası burada iştirak edir. Arif müəllim, buyur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Mən öz dərd ortağıma səbir diləyirəm. Allah balalarımızın ruhunu şad eləsin. Bu yaxınlarda məni Füzuli cəmaatı dəvət elədilər. Elyarın bir videosu var, YouTube'da göstərilir. Həmin Qaraxanbəyli kəndinin ərazisidir. O Haniyan xəttini yarıladığı yerdir. Mən orada olmuşam, orada ziyarətdə olmuşam və o mənfur düşmənin, məkirli düşmənin orada yaratdığı o səthləri mən öz gözlərimlə gördüm. Siz təsəvvür eləyin ki, onu keçmək, mən deyərdim ki, bir hava xətti ilə mümkün olardı. Onu gör, bizim ordumuz, Azərbaycan devlətinin ordusu necə ürəklə, necə qeyriyyətlə yarıb düşmənin üstünə keçiblər onlar. Düşməni orada məhv ediblər. Hətta mən bir dənə onu da deyim ki, sizə, orada Cənab Prezidentin göstərişi ilə yolun qırağında bir daş qoyulub orada. Abidə, Memorial abidə kimi bir daş qoyulub orada. Həmin daşın ətrafında hündür bir yerdədir. Alxanlı kəndi onun ayağının altında qalır. Oradan bizim ordumuzu, bizim xalqımızı, bizim cəmaatımızı, elimizi, obamızı onlar atəş altına saxlayıblar. Onların orada buşlatları, ləvazmatları hamısı tökülüb qalmışdılar. Mən o dağa çıxanda orada qeyri-adi bir iyi hiss elədim. Mən orada yoldaşlardan soruşdum ki, buradan iyi gəlir. Təbii ki, onlar orada tez-tez gedib gələn insanlar idi. Yəni, başa düşmədilər ki, mən nə dedim. Amma siz inanın ki, bir ayaqları burada şəhid atası danışdı. Dedi ki, bizim şəhidlərimizin qanı axdığı yerdə güllər bitib. Bu həqiqətdir, bu düzgündür həqiqətən. Çünki onlar şəhid olublar. Amma qarşı tərəfin əsgərləri, onlar şəhid yox, onlar leş olublar, onlar gəbəriblər orada. Onların, mənfurların iyi o səngərlərdən bugünkü gündə getməyib hələ. 5 il üstündən keçməyinə baxmayaraq, gör nə qədər mundar millətdir ki onlar. Hələ qanlarının iyi, özlərinin iyi o səngərlərdən getməyib. Bizim Şirxan balamızda o igidlərin biri idi. Xüsusi təyinatlı idi. Xüsusi təyinatlı nə deməkdir? Xüsusi təyinatlı o deməkdir ki, mükəmməl müəllim ola bilərsən öz sahən üzrə. Mükəmməl çilingər ola bilərsən. Mükəmməl bir dənə digər sənətkar ola bilərsən, hansı həkim ola bilərsən, amma bunların hamısı cəmləşəndə bir yerə, bu yeganə xüsusi təyinatlının peşəsidir. Allah Şirxan balamızın timsalı da bütün şəhidlərin hamısını məkanın cənnət eləsin. Allah devlətimizi qorusun, ordumuzu qorusun, bizim keşiyimizi çəkən əsgərləri qorusun. Bu yaxında da bizim şükür Allaha ki, abadlıq işlərimiz gedir, Cənab Prezidentin sərəncamı ilə bir neçə qaydışlar oldu, evlər təhvil verildi sakinlərinə. Buyur, Tüphan. Haradasansa? Ümumiyyətlə, şəhidi ziyarət eləmək hamının borcudur. O ki, qaldı bizim şəhidlərimizə, onların hamısı qəhrəmandır.
bugün Şirxan balamızın tədbirinə yığışmışıq. Hər əskərin, hər zabitlərin özünün öz sərnaməsi olub, hərə öz ürəyinə görə, öz şücaətinə görə döyüşüb. Allah yerlərini cənnət eləsin. Amin. Şirxan balamıza evin bir oğlu olub, qəhrəman oğlu olub. Bizim bir əsas dərd yerimiz oradır ki, qurban olduğum Allah harda yaxşısı var onu aparıb. Bir kişinin 3-4 oğlu döyüşüb, ən yaxşısı, ailə qədri bilən, dövlətini sevən, necə deyirlər, 5 mal pul qazanıb evə gətirən, vətənin, bayrağını çox sevən oğlanlar getdi. Allah yerlərini cənnət eləsin. Bu qəhrəmanlığı elədilər, bizə zəfər qazandırdılar. Bilirsiniz ki, 18-ci əsrdən bəri Azərbaycan zəfər qazanmırdı. Bu torpaq hissə-hissə ancaq bu torpaqları itirib. Məhz bu balaların sayəsində bizə bu torpağa zəfər qazandırdılar. Onun ardından antiterror əməliyyatı oldu. Bu şəhidlərimizin hamısının əməyidir. Əlbəttə o vaxtda dövlətin, xalqın birliyi oldu. O 20-ci ilin vəsləti daim Azərbaycanda olsa bizim torpaq heç vaxt yağı düşmənə verilməz, şəhid də vermərik. Əlbəttə müstəqil dövlətin varsa şəhidin də olmalıdır. Amma dövlətin qüvvətli olsa şəhidin az olar. Qüdrətli dövlətə heç bir qonşu dövlətlər hücum eləmirlər, qorxurlar, çəkinirlər, ehtiramlar. Necə ki, bir dəqiqə Azərbaycan prezidenti bütün dünya hər yan geçsə, onu ehtiramla qarşılayırlar. Çünki gücünə, qüdrətinə, elin obasını onun yanında olmağını görürlər. Bunu sübut 2020-ci il müharibənin qalib olmağımız, 23-cü ildə qalan torpaqlarımızın alınması, bu xalqın, dövlətin siyasəti ən əsasda bizim şəhidlərimizin, döyüşən oğlanlarımızın canı bağışında olub. Allah Şirxan balamızın yeri cənnət eləsin. Valideynlərinə səbir diləyirəm. Allah ordumuzu qorusun. Mən hamıza dərin təşəkkürüm, minnətdarım. Müəllim bərkdən danışmadı, müəllim bərkdən danışar, biraz bərkdən danışır. Mən də öz təşəkkürümü bildirirəm ki, bugünkü gündə bizim şəhidimizi ziyarətə gəlmişsiniz. Şirxan balamız haqqında çox geniş məlumat verirlər. Bu şəhid atalarının danışığı həqiqətən məni qürurlandırdı. Hər il biz bu tədbirdə və bu məkanda bura yığışırıq. Amma biz bir məktəb olaraq Şirxanın keçdiyi döyüş yolu haqqında mütəmadi olaraq öz şagirdlərimizə məlumat veririk. Bu ay elə bir aydır ki, Qələbə bayramı tərəfəsindəyik və bu tədbirlərin hamısı silsilə olaraq, davamlı olaraq aparılır. Və məni qürurlandıran odur ki, şəhid atası çox gözəl söhbət elədi ki, bu yaxınlarda ziyarət elədik və şəhid balalarımızın qanı tökülmüş yerdə çiçəklərin bitdiyini gördük. Amma mən bu yaxınlarda bir faktla qarşılaşdım və mətbuatdan bunu oxudum. Dünyanın hegemon dövlətləri, aparıcı dövlətləri 44 günlük müharibədə Azərbaycanın əldə elədiyi qələbənin sirrini araşdırmağa çalışırlar. Ki 44 günlük müharibədə bu boyda qələbəni necə əldə eləmək olar? Amerika kimi dövlət Şuşaya daxil olmaq strategiyasını Azərbaycan hərbilərindən istəyir. Təsəvvür edirsiniz bu nə deməkdir? Hegemon bir dövlət, kiçik bir dövlətin keçilməz olduğu yolu araşdırır. Təbiidir ki, hərbiçilər var burada və bunlar bilirlər ki, hərbidən sonra keçilən hər bir an müzakirə olunur. Harada səhvlər olur, harada nailiyyətlər olur. Bu qələbəyə gedən yol araşdırılır. Və dünya hərbisi bu saat həqiqətən dəfələrlə müzakirə edilir ki, Azərbaycanın Şuşa istiqamətində Daşaltıda gedən döyüş strategiyasını təlim proqramlarına salırlar. Mən bu sözü eşidəndə həqiqətən qürurlandım. Təlim proqramına salmaq, bu bilirsiniz nə deməkdir? Bu bizim Azərbaycanımızın bu günləri qarşısında ziyarətinə gəldiyimiz bu şəhid balalarımızın şücaətinin nəticəsi deməkdir. Bu onların şəhid balamız haqqında bir qısa məlumat deyim ki, hərbi xidmətdən qayıdandan sonra bu kəndə gəldi. Məktəbdə şəhidlər üçün ansambl düzəldirdi, onun ətrafında işləyirdik. Gəldik, görüşdük, yerləri çox səmimi danışırdılar və mən də həqiqətən qürurlanmam ki, mən də bu uşağın 11 ildən artıq onun yanında olmuşam, o mənlə ünsiyyətdə olub. Qayıdıb gəldi və bizə də biraz kömək elədi və gedinə dedim, gedək bir çay çək, sonra söhbət eləyə səndən. Ki, əsgəridən gəlmişəm, fikrin nədir? Dedim, müəllim, mən qayıdıb gedirəm, bir aylıq gəlmişəm, dağda babamgil yaşayır, onlara dəyib çıxıb gedirəm. Hara dedim, mən hərbiçiyəm daha. Həqiqətən də elinə, obasına, millətinə, xalqına bağlı uşaqlar
bu cür yetişir. Və bir yükləmişəm, onu uşaqlarımıza izlətdirirəm. Şirxas vertolyotdan tullandı. Təsəvvür edirsiniz. Kənddə böyümüş uşaq, bunun keçdiyi hərbi yol bizim üçün bir örnəkdir. Bizim Məlik Çoban kimi. Onlar şəhadətə onlar ölməzdilər, əbəd yaşardılar. Ölmüşlər. Hər bir danışan insan, bu yolu çəkən insanların atasından asına bütün burada olan insanlara rəhmət oxuyur. Bax, əsl hörmət, əsl xeyrət, əsl iş budur. Bu yaxınlarda bir rayon idi, bilmədim hansı rayonda fikrimdən çıxdı. Eləməsi hər gün, hər dəfə bizim yanımızdadır. Buyurun müəllimə. Çox sağ olun, təşəkkür edirəm. Mən də yaxından, uzaqdan gələn şəhid valideynlər, ataların, anaları salamlayıram. Qarşılarında baş əyirəm. Allah sizə uzun ömür, can sağlığı versin. Və bildiyimiz kimi bugün Azərbaycanın qəhrəman oğullarından biri olan Xan Məmmədov Şirxan Xan Məmmədoğlu'nun anı mərasiminə yığışmışıq. Allah şəhidimizə rəhmət eləsin. Bu oğullar bizə qələbəni, zəfəri yaşadıb. Allah onların yerlərini cənnət eləsin. Amin. Hər birinin ayrı-ayrılıqda ruhu qarşısında baş əyirik. Çox sağ olun. Təşəkkür edirəm. Hörmətli cəmaət. Bir dəqiqə fasıla yoxdur. Bax, oradan ora keçirik, oradan bura. Faiq müəllim, buyur şəhid atası. Bura yığılıb gələn şəhid balamızın, Şirxan balamızın ziyarətinə gələn bütün cəmaatımızı var eləsin. Allah hər birinizdən razı olsun. Mən valideynlərlə səbir diləyirəm. Allah qalan bağların salamat eləsin. Allah üç rəngli bayrağımızı vətən səmalarından əski eləməsin. Allah valideynlərinə səbir versin. Çox sağ olun. Təşəkkür edirəm. Əziz iştirakçılar, Şirxan balamızla bir yerdə şəhid olmuş Naxçıvan kəndindən atası burada iştirak edir, bizimlə buradadır. Təşəkkür edirəm. Buyurun. Bilirəm ki, yol bir mədəniyyətdir. Bizim bu şəhidimizə dəyər verdiyi üçün xalqımızın borcudur, yəni bu yol çəkməyə, buna dəyər verməyə. Hər birinizə təşəkkür edirəm. Allah razı olsun. Cəm şəhidlərimiz Allah məqamımızı eləsin. Qazilərimizə, veteranlarımıza Allah can sağlığı versin. Çox sağ olun. Çox sağ olun. Əziz gözəl və hörmətli şəhid ailələr, hamınızı salamlayıram. Allah bütün şəhidlərimizin məqamını alə və uca eləsin. Allah Teala bütün şəhid valideynlərinə səbir və dözüm versin. Allah bizə verdiyi səbir və dözümün milyon qatlı, gözündə ağ-qarası olan, hamıza məlumdur ki, Şirxan evin tək oğlu idi. Beləncə bizim bu 44 günlük vətən müharibəsində 100-dən yuxarı bir oğlunu şəhid verən valideynlərimiz var. Və 11 dənə də 2 oğlunu vətən yolunda şəhid vermiş valideynlərimiz var. Mən həmişə bu sözü ölüncən deyəcəm ki, yəni bunun mənası dağlardan da, dünyadan da ağırdır. Yəni Allah bizə verdiyi səbrin, yəni milyon qatını, yəni gənə bizim evdə arxamızda olanımız var, amma bu dediyimiz valideynlərin heç birinin daha arxasında evladı, uşağı yoxdur. Ona görə deyirəm ki, Allah bizə verdiyi səbrin milyon qatını, gözünün ağ-qarası olan bir evladını, 2 evladını vətən yolunda şəhid vermiş valideynlərə versin. Bəli, Allah Teala həmişə dua edir ki, ilahi pərvərdigər, o qəhrəman anaların dünyaya gətirdiyi, o qəhrəman oğulların aldığı o torpaqlarda bizim neçə itkin şəhid bacı qardaşlarımız var. Onlar da tapılsın, ailələrinə təhvil versin, onların da gözləri yoldan yığılsın, onların da bir ziyarətləri olsun. Şükür Allaha ki, bizim ordumuz günü-gündən qüvvətlənir, güclənir. Hal-hazırda səngərdə olan bizim əskər və zabit balalarımız var, bizləri qoruyurlar, torpaqlarımızı qoruyurlar. Allah onları erməninin məkrindən, gülləsindən, hiləsindən qorusun inşallah. Qəbul eləsin deyirəm. Bugün bizə bura yığışmağımız Şirxan balamızın anım günüdür. Allah onun timsalında bütün şəhidlərə rəhmət eləsin. Şəhidlər haqqında çox danışmaq olar. Məndən öncə də çıxış eləyənlər danışdılar. Allah kənd cəmiyyətinin də canını sağ eləsin. Əməyi burada çox olub. Bu yolu çəkiblər. O cümlədən Nazım müəllimin də Allah canını sağ eləsin. Onun da əməyi burada çox olubdur. Çəkənlərin Allah canını sağ eləsin. Rahat qardaşıma təşəkkürümü bildirəm. Təhvil elədiyinə görə. Məqamı cənnət olsun cəm şəhidlərimizin. Təşəkkür edirəm. Allah qardaşım buyur.
Dursun müəllim. Qazilərimizə can sağlığı versin. Şəhid atalarının, analarının qiymətli fikirlərindən həmfikir oluram. Onların hər birinin o hisslərinin, duyğularının nə boyda ağıl olduğunu fərqinə varıram. Şirxan balamızın xatirəsinə aid olan hisslər qəlbində misralara çevrilib. İcazənizlə onların o misranı ishar elərdim. Sən də hamı kimi qaçıb qovurdun, quş kimi uçurdun uşaqlıq çağı. Başına dolanıb bu ana yurdun, can kimi sevirdin doğma torpağı. Vətən darda idi, sən də bir oğul, çəkdi səngərlərə qeyrətin səni. Yurdun başındakı qüdrətli ağıl, xilasa çağırdı şanlı vətəni. Döyüşlər başladı, qanlı döyüşlər, düşməni tarmar etdi ordumuz. Sındı canımızı gəmirən dişlər, qırıldı faşistlər, qaldı ordusuz. Düşməni məhv edən cəngavərlərdən, mərdlərdən biri də sən idin Şirxan. Yurdumun dərdinə dərman zəfərdə, sənin öz payın var, igidim Şirxan. Vətəni canından laf çox sevirdin. Yaralar alanda uf da demədin. Sən vətən uğrunda canını verdin. Vətən minnətdardır sizə əbədi. Vətən minnətdardır sizə əbədi. Vətən bütün şəhidlərimizə minnətdardır. Vətən oğlanları, vətən millətimiz hamısı şəhidlərimizə minnətdardır. Bu bizim yaşımızdan da nəinki bizim nəsillərin 1000 illərə gedib çatan bir şərəfdir, şöhrətdir. Şöhrəti yaşatmağı Allah Azərbaycan xalqının gözəl bəxtinə yazıb. Bu bizim qeyrətimizə, namusumuza böyük bir taxtdır, tacdır. Yaşasın. Çox sağ ol, təşəkkür edirəm. Şəhidlər həqiqdə şəhidin nə böyüyü var, nə kiçi var, bu hamısı şəhiddir. Allah yerlərini cənnət eləsin, məqamlarını uca eləsin. Allah qardaşımıza da səbir versin. Çox sağ ol. O balığın xeyri işini görəsən. Allah görəsən. Hər qanımızda biz şəhid atalım. Təşəkkür edirəm. Çox sağ ol. Şəhid balamız Şirxanın anım gününə yetişdik. Bu şəhidlər onlar Allahın seçilmişləridir. Bunu anadan olanda hər bir kəsin alına alın yazısı yazılır. Onu heç kim dəyişə bilmir. Bir Allahdan başqa. Bu qardaşımıza yazılan yazı onun torpaqlarımızın azadlığı uğrunda gedən mübarizədə şəhidliyi qismət eləmək yazılıbmış. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Qazilər yaralılarımıza şəfa diləyirəm. Allah şəhid valideynlərinə də səbir versin. Allahdan arzum budur ki, Azərbaycan xalqı hər vaxt ucalarda olsun. Bugünkü məclisə gələnlərin hamısına təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. Orada bütün çıxışlar oldu, hamısına da öz təşəkkürümü bildirirəm. Və şəhid atalarına, analarına möhkəm səbr. Allah bütün şəhidlərə rəhmət eləsin. Yeri məkanı. Çox sağ olun. Valideynlərə səbr edin. Müdürünün mavin hörmətli Aqil müəllim yanındadır. Buyursun. Çox sağ olun, hər zaman söz verdiyiniz üçün təşəkkür edirəm. Mən də Şamaxı rayon icra hakimiyyətinin başçısı, hörmətli Tahir müəllim adından, rayon icra hakimiyyətinin kollektiv adından hər birinizi salamlayıram. Uca Allahdan Xanavət qardaşımızın salında cəm şəhidlərimizə, Şirxan qardaşımızın salında cəm şəhidlərimizə rəhmət diləyirəm. Ailə üzvlərinə, yaxınlarına səbir diləyirəm. Allah rəhmət eləsin. Təşəkkür edirəm. Aksu şəhərindən şəhid atası var, mənim qonağımdır. Buyursun qardaşım. Hayatoğan qardaşıyam. Bu günləri mən bu Şamaxı şəhərində Şirxan balanın 5-ci il bölümünə gəlmişik. Mən bilirəm, bu ağır acını biz yaşayanlar bilirik. İtki çox pis şeydir. Allah Teala heç kəsə onu qismət eləməsin. Və düzdür, mənim qardaşımın adına küçələr, adlar veriblər. Ancaq onun bir məzarı yoxdur. Biz gedək bir ziyarət eləyək. Yəni, mənim üçün çox çətindir, həqiqətən danışmaq çətindir. Yenə də mən özümü tuturam Xan Məmməd qardaşıma. Xan Məmməd qardaş, siz qəhrəman atasınız, siz qəhrəman atalarsınız, qəhrəman analarsınız. Ona görə ki, bu dünyanı bizə bəxş eləyən bu övladlardır. Bax, bu aldığımız açıq səmanın o nəfəsi bizə o şəhidlər veriblər. Onların sayəsində biz geniş yaşayırıq, bu xoş dünyada. Yenə də mən qəni-qəni rəhmət eləsin deyirəm. Yerləri cənnət məkan olsun. Bütün şəhid ailələrinin qarşısında baş əyirəm.
hörmətli tədbir iştirakçıları, dəyərli şəhid valideynləri. Bugünkü günü biz şəhidimizi ziyarət eləməyə gəlmişik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhlar şad olsun, məqamımız eləsin. Hörmətli şəhid anaları, hər birinizə təşəkkür edirəm. Hər birinizə sağ ol deyirəm. Hər birinizə deyirəm ki, Allah Taala onların qalan bağlarından xeyir görsünlər. Onlara da bundan sonra başqa bu ağrıda, acıda iş göstərmə. Ya Rabbim, ya Resulallah. Mən Çoban Kənd Bələdiyyəsinin sədri də burada mənim yanımdadır. Bir neçə kəlmə. Mən də öz adımdan gələn qonaqlara, gələn iştirakçılara təşəkkür edirəm. Biz unutmayaq ki, 44 gün vətən şəhidləri bizim bu günlərin rahat gəzməyimizin əsas səbəbkarlarıdır. Hər birinizə bir daha təşəkkür edirəm. Allah hamınıza səbir versin. Şəhid atalar. Çox sağ olun. Təşəkkür edirəm. Əziz şəhid ataları, hörmətli şəhid anaları. Çox sağ olun. Gəldiniz, bizi ruhlandırdınız, arxamızda oldunuz. Şirxan balamızın ziyarətində olduğu kimi, necə lazımsa, həmişə olduğu kimi bugün də onun ziyarətini qəbul etdik. Allah Teala sizdən razı olsun. Bir xahişim var sizdən. Hamımız buradan bir nəfər kimi Şirxangilə başlarız. Yekunlaşdırıram tədbirimizi. Çünki qonaqlarımız da gəlir, mənə məlumat verirlər ki, artıq biz də gəlirik. Allah Teala hər bir də xoşbaxtlı qismət eləsin. Allah Teala da bir də bu kişinin qapısına şartlı qismət eləsin. Ya Rabbim və Resulallah. Hörmətli Hacı, bir neçə kəlmə sözü deyib dua ver. Əziz hörmətli şəhid ataları, şəhid anaları, hamımızın qarşısında baş əyərik. Allah razı olsun. Necə ki 1400 il bundan əvvəl İmam Hüseyin vaqiəsi olduğu kimi bu şəhidlər də əbədiyyən diridirlər. Əbədiyyən biz onları qeyd eləyəcək. Allah onlara rəhmət eləsin. Bugün burada durmağımızın səbəbi odur ki, o şəhidlərə minnətdar ol. O şəhidlərin qanı tökülməsiydi, biz burada dura bilməzdik. Bax, bu vaxt mən özüm tarix müəllimi, ali təhsili tarix müəllimi. Mən Şirxanın tarix müəllimi olmuşam. Şirxanın bu hərvətənmə ruhuna tərbiyə olunmasında mənim xidmətlərim böyüdür. Və onun o cəbhəyə getməsində də həmişə məndən gəlib istifadə edirdi. Məsciddə gəlib namaz qılırdı həmişə. Allah ona rəhmət eləsin. O bizim fəxrimizdir, o mənim fəxrimdir. Mən ona fəxr edirəm. Onun atası Tamammədə, anası sahibiyə minnətdaram ki, belə bir evlad dünyaya gətiriblər. Şəhidlərin biz insanlardan böyük fərqləri var. Şəhidin qanı tökülən yerdə gül bitər. Şəhidin qanı tökülən o torpaqda həmişə nur olar. Şəhid adi torpağa su tökəndə nə olur? Palçıq olur. Ancaq o torpağa qan töküləndə o vətən olur. Təşəkkür edirəm. Mən bu balamla fəxr edirəm. Ona görə ki, şəhid elə bir məxluqatdır ki, 70 nəfərə öz qohumunun əqrəbəsinə şəfaət verəcək. Mən də o müəllimiyəm. İnşallah mən də o şəfaət alanlardan biri olacaq. Şəhidlər qiyamətdə hurilərlə evləndiriləcək. Şəhidlərin başı üzərində o qılınc parıltısı hər şeyə yetir. Təşəkkür edirəm. Ölkəmizin müstəqilliyi uğrunda qanı ilə, canı ilə şəhid olmuş bağların qarşısında baş əyir. Çox olun hacı. Onlara minnətlərim, onların ailələrinə. Çox olun, təşəkkür edirəm. Şəhid qardaşı. İlham müəllim, buyur. Razı olsun. Bugün Şirxan balamızın anım günündə yarışmışıq. Allah ona rəhmət eləsin, məqamı sağ olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Valideynlərinə də Allahdan səbir. Təşəkkür edirəm. La ilahe illallah vahdehu la şerike leh. Lehul mulku ve lehul hamdu ve la kulli şeyin kadir. Telah yeminu vel amvat. Bi rahmetke erhamer rahimin. Bi hürmetil nebiyen ve bi hürmetil suretil Fatiha. Bismillahirrahmanirrahim. Elhamdü Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal mustakim. Sıratellezîne en'amte aleyhim.
gayril mağdub aleyhim veleddallin. Amin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahus samed. Lem yelid ve lem yulad ve lem yekul lahu kufuven ahad. Allah rahmet Allah eylesin. cennete Sağ olun. sağlık. Şirkancılı hamımız kaç edilir. Allah köməyiniz olsun hər birinizin. Allah balalarımızın yerini cənnət eləsin. Ataların, anaların yanında baş edirəm. Allah sabır versin. Şirxan balamın tilsanında Allah Allah səbir versin. Allah səbir bir də təşəkkür edirəm. Səbirli bu da həyatın Zamanı qabağın içində. bizi üçün varmış. Səbir.